Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Maçlara Buzovna yolunda tam yola yaxın ərazidə həqiqətən də gözəl bir həyət evini çıxıb 4 torpaq sahəsinin üzərindədir. Evin torpağının çıxarışı var, paket tutacaq belə deyək də. Bir zal, 3 yataq, bir mətbəx, 2 sancer həyətdə. Hovuzu, gördüyünüz kimi şəlaləsi, əlavə həyətdə də sanceri var və bisetkası var. Həyətin sağ və sol hissələrində fikir verin. Bir hissəsini göstərirəm sizə. Sağ və sol hissələrində gördüyünüz kimi işıqlandırma var. Və eyni qayda ilə evin ön hissəsində divarların sağ və sol hissələrində fikir verin. İşıqlandırması qoyulur. Ev bütün istifoldan ibarətdir. O hissəsi təqdim edək sizlərə, yay üçün istifadə etmək olur. Ev qeyd etdiyimiz kimi istifoldan ibarətdir. İnşallah evi də təqdim edəcəm sizlərə. Bax, gördüyünüz kimi bisetkasıdır. Bisetkasında manqalnisi da var. Jalüz hissəsini göstərirəm sizə. Qapı jalüzdür. Həm maşın üçün, həm balaca qapısı var. Bir hissəsini təqdim edeyim inşallah. Fikir verin. Qiymət 320 manatdır. Reallı olarsa ev sahibi tərəfindən indirim olunacaq. Və keçək bisetka hissəsini sizlərə təqdim edəcək. Fikir verin. Həm mətbəxdir, həm bisetkadır. O belə bir qəşəng bisetkası var. Və manqalnisidir, fikir verin. Bisetkaya iki tərəfdən giriş var. Bir qapı tərəfdən, bir gördüyünüz kimi hovuz tərəfdən. Və keçək ev içərisini inşallah sizlərə təqdim edək. Həqiqətən də həm yeri yaxşıdır, həm evin özü yaxşıdır. İnşallah evin için sizlərə təqdim edirəm. Bu da qabağında əlavə bir oturmaq üçün belə deyək də. Və keçək evin içini sizə təqdim edir. Açıq terası var. Mətbəxdən çıxmaq üçün. Fikir verin. Koridordur. Koridordan ayrı-ayrı otaqlardır. İlk öncə bu hissəsini sizlərə təqdim edir. Fikir verin. İşıqlandırmaya gəlin. Və keçək digər otaqları sizlərə göstərim. Yataq otaqları. Burada da böyük bir otaqda fikir verin. Sancerini göstərim sizlərə. Tam hazır mallarında. Keçək digər otağımızı göstərim. Buranı sizlərə təqdim edin. Fikir verin. Tam hazır moldadır. Hətta bu şkamya elələr belə qoyulur. Bunun içəri hissəsi. Və keçək mətbəx. Ev tamamilə istifoldan ibarət. Və mətbəx hissəsini sizlərə təqdim edin. Fikir verin. Və mətbəx hissəsi və mətbəx hissəsindən həyətə çıxışı var gəlsin. Və dəyərli izləyicilərimiz qeyd etdiyimiz kimi Maçdağa Albalı yolundadır. Tam yola yaxın ərazidir. 4 torpaq sahəsinin üzərində. Gördüyünüz kimi paket tutca 320 manat. Evin torpağının çıxarışı var. Basenisi, bisetkası və ondan əlavə
ev istiqoldan ibarətdir və səhifəmiz sizə düşün məşğələ əmlak finansçı şirkətin əməkdaşları və rəhbərliyi adına sizlərə dərin təşəkkürümüzü bildiririk.